Qalib gəlmək ki bir şey deyil, üstü örtülü bir hesabla, Calut və ətrafındakılar Talut və əskərlərini diri-diri udmalı idi. Çünki həm sayları çox daha çox idi, həm də Calutun özü elə bir Godzilla idi ki, gəl görəsən. Amma onlar özlərinə gələnə qədər bir uşaq bir daş atdı. Calut kəlləbeyin travması aldı və qalan adamları da qaçıb getdilər. Amma axı necə? Quran Bəqərə surəsinin 250-ci ayəsində hadisəni belə tərif edir ki, Talutun əskərləri Calutun böyük və qorxulu ordusunu görən kimi əvvəl udqundular. Sonra isə üzlərini göyə tutub dedilər: "Rabbana afriq alayna sabran və thabbit aqdamana vansurna alal qawmil kafirin." Yəni, ey Rəbbimiz, bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövm üzərində bizə qələbə qazandır. Allahım, bizi səbir və dözümlə doldur. Addımlarımızı möhkəmlət və bizi bu dinsiz cəmaət üzərində qalib et. Məhz bu sadə, lakin tali yüklü dua Allahın onların qəlbinə qüvvət verməsinə və addımlarını möhkəmlətməsinə səbəb oldu ki, düşmənin o pambıq pəhləvan nəhəngindən qorxmasınlar və bir hədə qorxu ilə onları qaçırsınlar. Bəli, Talut və Calutun hekayəsindən 1000 il keçib. Lakin Allahın qızıl formulu hələ də eynidir. Düşməninin nə qədər güclü və nəhəng olmasının fərqi yoxdur. Hətta sənin gücünün ona çatıb çatmaması da önəmli deyil. Əgər qorxmasan və dağ kimi dayansan, əgər Allahdan kömək istəsən, düşündüyündən də tez onu yerə sərərsən. Eynilə 4 dənə qayıqla Amerikanın nəhəng hərbi gəmilərini qaçıran Yəmənli qardaşlarımız kimi, yaxud plastik borulardan düzəlmiş raketləri ilə sionistlərin gözünün yaşını axıdan Fələstinli gənclər kimi və ya bizim İranlı qardaşlarımız kimi ki, 12 günlük müharibədə tək başına bütün dünyanın qarşısında dayandılar.